Salamlar, vaxtınız xeyir olsun əziz futbol severlər. Qaraçuxur Konferans Liqasında günün asılışmasındayıq. Oksigen və Bakı komandaları qarşıdurmasını izləyir artıq. Oyun hakimini də start fiti səsləndirilib. Uğurlar hər iki komandaya. Bol qollu, haqlı, ədalətli, gözəl bir maç diləyirik. İndi isə növbə olaraq biz də heyətlərlə sizlərlə tanış edək. Oksigen komandasında heyətlər belədir. Qapıda bir Seymur Gələndərov, 7 Namiq Eşbərov, 8 Kamran Ömərov, 10 İmran Ramazanov, 55 Elnur Əliyev, 13 Ramin Babayev və Nurlan Əhmədov. Baş komandasını isə heyətlər belədir. Qapıda bir Emin, kapitan Bulutxan, Təxmin Muri, Ramil Səttar və Sənan olaraq meydanda mübarizə aparır. Ağlı formada Oksigen komandası, göylü, qaralı formada isə Bakı komandası. Təxminin zərbəsi və qalkiper Seymur dəf etdi zərbəni. İş korner Başlılar tərəfindən yerinə yetirilir. Nə baş verdi? Yox, gün zərbəsi qeydə alınmadı. Qapıdan zərbə. Ramin mərkəz doğru ötürmə etdi. İmranla geriyə doğru. Namiq. Ötürməsi qarşılanmaz. Təxmin Muri. Namiqdən təzyiq var Muriyə qarşı. Təxmin topu uğurlamağa çalışdı Elnurdan, amma qalkiperin burada Seymurun köməyi çatdı. Elnura uzaqlaşdırdı, topu risk etmədi. Ramil topla. Muri. Eldən Ramilə gəlir top. Bulutxan uzun ötürmə Muri qəbul etdi. Muri Alveş. Top itkisi var ondan. İmranın zərbəsində isə Bulutxanla blok qoyulur. Səttardan top itkisi. Namiq. Ramin. Babayev. Bir dəqiq zərbə indirdi. Alt qazanır. Diagonal ötürmə təxmin istiqamətində. Aşın top meydanda qalmır. Muri. Muradın zərbəsinə blok qoydular. Daban ötürməsi keçmədi. Namiq Eşbərov. Bir dəqiq zərbə indirib bir qədər. Ramil. Bulutxan. Səttar. Kamran qarşıladı ötürməni. Elnur. Geriyə doğru Seymur, yendə Elnur. Alto yolanda top. Ramil. Çəkdi sol ayağına, zərbə indirir və gol. Savaşçılar maçda. Bu dəfə işli olmayan sol ayağı ilə zərbə indirir Ramil. Top da orada. 1-0. Maçın 5-ci dəqiqəsində hesab açır Başlılar. Ramin Babayev, Elnur. Kamran, Elnur Əliyev. Out. Kamran zərbəsi Səsvən üzərindən keçir. Murad. Ramil. Orsuz zəbt alındı. İmran çəkdi sağına, daha bir reyd gəldi. İmran zərbəsi və gol! 1-1. İmran Ramazanov
Status qol ondan gəlir. Murat. Rami. Solsuna yenə İbrahim. Rami'nin Babayev. 1 dəqiqə 2 qol geri dönüş Oksigendən. Səhvə yol verdilər Bakılılar müdafiə xəttində. Bu səhv əfv olunmur Rami Babayev tərəfindən. Murat. Muratdan hava ötürməsi keçmədi. Babayev. Ekberov geriyə doğru. Ömərov. Təzyiq var Ömərova qarşı. Kamran Ömərov. Üçüncüdən zərbə. Üçüncüdən zərbə. Uçda axtar ötürülmək etmək üçün. Mamiqin zərbəsi. 7 dəqiqə alınlar. İmran. Rami. Çox səsvədən yan keçir. Təhlükəli gəlmişdilər amma uğursuz alındı cəhdləri. İmran. Gün zərbəsi. Yerə gərginliklər yaşandı. Timur və İmran arasında. Amma həll olundu, əl verdilər, görüşdülər. Yaşıl meydanlarda həll olunmayacaq məsələ yoxdur. Nə olursa bu meydanda qalır. Futbol həyəcanı, futbol stresi və futbol gərginliyidir. Bəzən yaşanır. Yerindəcə həll olmağı daha gözəldir. Amma yenə də meydanını tərk edənə qədər həll olunur hər zaman. Namik. Zərbəsi müdafiəçilərdən toxunuşlar korner. Rami. Babayev. Təhlükəli zərbə idi. Kamran. Top ayağına oturmadı. Ramil. Uzun diagonal ötürmə. Muri birbaşa zərbə. Top qapdan yan keçir. Boş bırakmayın orada. İmran Ramazanov. Davir ötürmə Namiqin zərbəsinə blok. Namik geriyə çəkilir. Seymur. Out. İmran. Ramildən bir hava ötürməsi Səhtar istiqamətində. Növbəti zərbə Əliyevdən qaçmalıdır. Ramildən uğursuz cəhd alınır. İmranın zərbəsi. Dəqiq alınmadı. Namik. İmran.
Bir də Namik. Muri. Bir yerə çətin mövqedədir Muri. Çıxmağa çalışır oradan və qayda pozuldu ona qarşı. Güzel zərbə. Təxmin. Zərbə qapının üzərindən keçdi. Tüməs olsa, Namik yaxın küncə indirdiyi zərbəsini tələf edir Emin. Küncdən zərbə. Out. Çamran. Top qalkiper Emində. Ramil ve gol! Dubul gəlir ondan. İkinci tarazlıq bərpa olunur. Bu dəfə işləyə olan sağ ayağına tuş gəlmişdi top. Namik. Üdrəsə belə davam elədi mübarizə. İmrandan tək toxuş götürmək Kamran sərbəsinə boyudan blok. Salaşdırıldı. Böyle pozuldu oraya qaldı. Oradan götürməsi Ramidə. Demori. Kesti bir rəqimlə oraya sol ayağı ilə zərbə qapdan keçir. İmran. Şimdi bağlandığı resmi qayda konusu yoxdur. Səttar. Bir də yendirdi zərbəni. Out. Səttar uğurladı rəqibindən topu, zərbə amma səslərdən yəni kesti. Dağbana ötürməsi gəldi. Təxmin. Bugün ümumiyyətcə Bakılılar heyətində əsasən Ramildir. Qüvvətli zərbələr malik olan Təxmindir. Ramildə dəqiq zərbələr daha çox olur. Nuridə həm dəqiq, bəzən qüvvətli zərbələri görürük. Çünki hələ ki Ramil heç aktivini yazdıqda hər iki qolda da o qədər də qüvvətli zərbə indirməyib. Bu qədər qalkiper Seymurun müdafiəçilər önündə dayanarkən top gəlir. Onun fikrini yayındırır. Məcburan qapısına qol buraxır. Olur belə bəzi anlar. Yaşandı da zaten bu maçda. Amma o qədər də qüvvətli zərbələr, hələ ki dəqiq qüvvətli olan zərbələr izləməmişik. Nə Ramildən, nə Muridən, nə Təxminə. Təhlükəli alınmıyor zərbələri. Tam şəkildə oyuna adaptasiya ola bilmirlər sanki. Sanki bir rahatlıq var tərəflər arasında.
Təxmin. Usulca. Yox, bu rahatlıq deyil. Rahatlıq deyil. Rahatlıq bir başqa. Cüzü səhvlər edir və Səttar sərbəsi qapının üzərindən keçir. Gedir səhvlər sanki bir qədər onlara yaraşan səhvlər deyil. Elementar səhvlər edirlər. İstər reydlər zamanı, istər zərbə zamanı. Bugün qüvvətli zərbələr görüm ki, Rami Babayevdən hələ ki bu dəqiqələrə qədər İmran bir neçə səy göstərir. Hələ ki o qədər. Murey təxmin üçün saxladı Vavanla. Təxmin Murey dəqiq gördü. Anlaşılmamazlıq oldu bir qədər. Namik Kimi gerirdəyik. Səttar 2 rəqimin ərtəsində yaxşı sıyrılır. Müdafiədən çıxdı. Başırlar. Səttar zərbə mövqeyi axtarır. İndirdi zərbəni amma qapıdan yəni keçir. Time-out ayrılır bir qədər. Time-out keçim açdı, yəni də oyuna davam. Səttar. Yanında təxmin. Paralel ötürmə Rami istiqamətində. Yenidən təxmin. Təxmin. Çıxa bilmədi 2 nəfərin artıəsindən. Davam deyir Hakim Esbirqayda pomsu yoxdur. Out. Seymur. Rami Babayev. Babayevdən yaxın ötürmə. Rami Ekberov. Qəbul edə bilmədi topu. Korner qazanır. Rami ötürmə. Kamran Ömərov. 3 gedir hesabı. Tarazlığı pozur, Oksigen tarazlığı pozur Kamran Ömərov. Oksigen minimal fərqlə öndə. Mori, Reydə vuruldu. Pauza da elədi. Mori'ye çəkdi sağ ayağına. Oy oy oy. Şavunmalı, oturmalı. Rami ilə Ciyakan oturma. Out. Rami. Təxmin. Başda ötürmə etdi. Rami'dən geri döndü. Ramil. Mamik var qarşısında, ötürmə təxmin. Təxmin. Sol ayağı ilə indirdi zərbəni və ikinci cəhdə tutur topu. Uzun ötürmə gəlir. Kamran. Təxmin. Zərbə qapını yan keçdi. Kamran.
Ramil. Təxmin. Zərbə mövqeyi axtarır, indirdi zərbəsinə Ramil. Babayevdən top meydanı tərk edir. Təxmin. Təxmin! Oy oy oy! Qapı direği. Qapı direği Manuel Orqova. Zərbənin trayektoriyasına buradan çox yaxşı görmək olurdu. Gözəl zərbə indirmişdi, amma dirək mane oldu. Əksüzüm indi Oksigendən. Namik. Namik mükəmməl ara ötürməsi ilə. İmran zərbə indirə bilmədi. İmkan vermədilər onun həmçinin də. Səttar. Altı yollandı. Və belə ilə Hakim Bey 2 sənə yaşamlaşdırdı. Qısa fasilədən sonra ikincisi də görüşmə ümidi ilə hələlik deyirəm. Bir daha vaxtınız xeyir olsun əziz futbol sevərlər. Artırmasının ikinci hissəsi start götürəcək. İkinci hissəndə start səsləndirilir. Uğurlar bir daha hər iki komandaya. İlk sənə Oksigen komandasından 3 hesabı üstünlüyü ilə yaşamlaşdırdıq. Başlılarla mübarizədə. Bax, şöyle ikinci hissədə başı komandası geri dönüş əmrləri necə alınacaq? Uğurlu olacaq mı? Yox, Hakim davamda edir. Heç bir penalti epizodu yoxdur. Oyun mübarizəsi idi. Burada Ramil Babayevin zərbəsi Susanlı blok qoydular. Daha doğrusu Namik'in də zərbəsinə blok gəldi. Nurlan altı yollanır. Vara müraciət olunur. Vara baxılacaq. Və Vara etirazlar əbəs yerə olmur. Penalti təyin oldu. Penalti yerinə yetirəcək. Ramil topun gerisində zərbə indirir və gol. Xətrik Ramildən 3-3 komandasının və özünün 3-cü qoluna imza atdı. Penaltidən də fərqləndi. Hesabı bərabərləşdirilmezsə. İmran. Top qapdan yan keçir. Mori bitirdi topu. Şenemi uzaqlaşdırdı, çatdırdı özünü. İkinciden zərbə. Təxmin. Səttar. Bitirmə Mori'nin önünə doğru. Sağ. Ramil və gol! 4-3. Poker gəlir Ramil'dən. Hokka verir bugün Ramil. 4 gol yazdırıb aktivinə. Komandasını irəli çıxartdı minimal fərqlə indi də. Alt kazandı Bakı. Səttar. Muri. Muratdan Sənan istiqamətində ötürmə. Ötürməsi dəqiqanlı Sənanla Səttara. Fol. Təxmini görürük topun gerisində. Təxmini zərbəsi canlı səhətdən qayıdır. Muri. Out.
Sənam. Sənam. Şimdi saxladı oyuna. Rami Papayevə qarşı çoxduluq var. Qayda pozulub. Səsləndi Rami. Namik. Ötürmə keçmədə təxmin uzaqlaşdırmağa çalışır. Əliyev. Əliyev. Küncdən zərbə. Davir korner. Ötürməyə toxuş edən olmadı və Murad Reyd yaxşı alında. Daha bir ötürmə, mükəmməl. Reyd də mükəmməl, ötürmə mükəmməl və qalkiper Seymurun müdaxiləsi də mükəmməl. Sənam, out. Sənam. Muri. Namik. Geriyə çəkildi. Elnur Əliyev. Kəsdi bir rəqimi. Təxmin qarşılayır ötürməni Əliyev. Nurlan. Namik Əkbərov. Bir reyd gəldi ondan. Rami Papayev. Namik. Əkbərov itirir topu. Açırlar ekstrema çıxmanı çalışacaq. Uğursuz cəhd oldu. İmran Ramazanovdan ötürmə bir qədər sürətdə alındı. Muri. Rami. Sənam. Rami. Babayev və korner. Rami. Təxmin. Can vermədilər zərfə indirməsinə. Qarabağlar. İmran və top tora qovuşur. Yox, xeyr. Yenə də vara baxılacaq. O qeydə alınmalı. Ötürmə İmran'a çatanlar qədər. İmran'ın Muri'nin gerisindən 2.50 cüzi müdaxiləsi var. Qaydalar çərçivəsində kənar. Alınmalı. Qol Muri'nin zərbəsi yapacaq. Ramil. İmran blok qoyuldu zərbəyə. Ramil uzaqlaşdırdı, risk etmir. Şamram itirir topu. Nuri'dən də yenidən top itkisi. Blok qoydum buraya ötürməyə.
Rami. Doktora daxil olur nəhayət. 4-4. Hesab bərabərləşdi. Rami Babayev dubl imza atır. Razılıq gol gəlir ondan. Maç yenidən başlayır ikinci hissədə. Təxmin zərbə qapının üzərindən keçir. Ola bir, iki. Ramil Babayev ve gol! 5-4. Bir dəqiqə 2 gol gəlir Babayev'dən. Geri dönüş etdilər. Oksigen qəbul etdilər. Nəfəs dərdilər artıq geri dönüşdən sonra. İndi bax, işi çətinləşir başlıların. Bir dəqiqəyə nəticəni dəyişdi. Kamran Mori Rami Babayev arkadaşlar uğursuzda. Mori out. Rami Səttar qəbul etdi. Rami dəf etdi zərbəsini Seymur. Rami Babayevin ötürməsi Sənandan keçmir. Kamrana gəldi top. Və sərvə təhlükəli oyun. Turnaya da blok koyurlar. Şu zərbəsi. İmran ve gol. 6-4. 6-4 hesabı. 6-4 edir hesabı İmran Ramazanov. Oksigen artıq fərqi artırır. Hər zaman deyirəm, futbolda rahatlıq olmaz, meydanda rahatlıq olmaz. Son final fitinə qədər mübarizə davam edir. Davam etmək lazımdır. Belə ani nəticələr ola bilər. Bir qədər tez bir zamanda özlərinə gəlməlidir başlılar. Güzel zərbə. Lizi isə də son 6 dəqiqə. 6 dəqiqəyə 2 top fərq bağlana bilər. Fərq arta bilər. Geri dönüş ola bilər. Hər şey ola bilər. Zamanla görəcəyik. Amori. Hava ötürməsi qeyri dəqiqə olunur. İndi Amori. Təxmin. Sənan oynadı. Sənan özü sörpündürür. Diləkdən qayıtdı top ekşi məmləsi. İmran Ramazanov. Bitirir topu baxındı. Emin. Çox təbii bir ötürmə oldu. Zərbə gəldi mərkəzdən Kamrandan. Dəf etdi Emin. Mamir Əkbərov.
Out qazanır. Time out ayrılırıq. Ramil. Kırmızı bir değildi. Namik. Elmor artıq baxdım. Gedişi onlara sərf edir. Oksigen komandasına bir qədər vaxt itirməyə çalışacaqlar. Qapılarını toxunulmaz saxlamaya çalışacaqlar. Amma tələsməlidir var şu tərəf. Faul. Faul qeyri alınır. Sol zona üçün gəldi. Ramil. Təxmin. Tirir təxmin topa. Namik. Sən ötürməsi Mori. Kəsdi bir rəqimdə Mori. İkinci rəqimdə kəsməyə çalışdı, amma uğursuz cəhd olur. Al. Əsətlərə qarşı çabukluq. Təxmin topun gerisindədir. Səsləndi. Təxmin sərbəst canlı səhətdən qaydar. Alferin yetirəcək başı. Dəqiqələr get-get azalır. Ramin Babayev. Babayev bu da nöqtə. Bununla da bitiriş. Son nöqtəni qoyur Ramin Babayev son dəqiqələrdə. Bax, indi o oksigeni rahat dərə bilərlər, o nəfəsi rahat dərə bilərlər. 7-4. Artıq buradan geri dönür, çox çətindir. Möcüzə. Möcüzə, hətta bəlkə möcüzə də mümkün ola bilməz. Təxminən son 2 dəqiqə qala bilər zənnimcə. Hakimə bildiriş gəlir. Faul limiti tamamlanmasına bir qayda pozuntusu qalıb. 5 faul var. Oksigenin aktivində, daha doğrusu passivində. Rami Babayev. Babayev. O cüzi qalan bəzi möcüzəvi ümidlərə də nöqtə qoya bilərdi. İmran Ramazanov. Ümidlər var, kompensasiya olmuş dəqiqələrə hakim tərəfindən. Ona da bax, o möcüzəvi dəqiqələr onlar üçün. Səttar, Mori. Təxmin, onun da zərbəsini. Savundu, qalkiper tərəfindən. Korner. Ax getdikcə onların lehinə işləyir oksigenin. Ramil, bir dəqiq zərbə. Ne başlıyoruz? Nurdan uğursuz zərbə, hakim saatına baxır. Sən son saniyələr bitirəcək hakim deyəsən bu hücumdan sonra. Səttar. Topu
itkisi var ondan. Nuri. Sağ olsun Aslan. Nuri. Sərbəst yaxşı alınmalı. Nuri. Ötürməz keçmədi və belə ilə hakim də final çıxını səsləndirir. Oksigen komandası 7-4 hesabı ilə qalib gəlir. 3 top fərq və 3 xallı aktivlərində. Biz də reportajı sona çatdırıq bu maraqlı maçdan. Oyun boyunca sizlə mən idim şəxsində Seytər Hüseynli. Növbəti maçlarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.